Salam balaca filosof. Bugün dənizin sənə bir sualı var. Amma öncə gəl biraz dayanıb dalğalara baxaq. Səncə dəniz həmişə eynidirmi? Bugün dalğalıdır. Amma sabah sakit ola bilər. Bugün boz rəngdədir. Amma sabah mavi ola bilər. Yenə də adı dəyişmir. Yenə də adı dənizdir. Bir kitabda belə bir fikir var. Fəlsəfə təəccübdən başlayır. Yəni insan bir gün dayanır və adi bir şeyə başqa cür baxır. Məsələn, elə dənizə. Hamı üçün o sadəcə sudur. Amma sən hələ təəccüblənə bilirsən və bu böyük gücdür. İndi dəniz səndən soruşur. Bəs sən həmişə eynisənmi? Bir qədim və müdrik kəlam var. Bir çaya 2 dəfə girmək mümkün olmur. Bu sözlər kainatda hər şeyin hərəkətdə, daim dəyişkənlik və axın içində olduğunu ifadə edir. Çayın suyu yenilənir və girən şəxs də artıq əvvəlki şəxs olmur. Dənizin üstü dalğalı ola bilər, amma dərinliyi sakitdir. Elə insan da belədir. Üstündə qorxu, həyəcan, qəzəb ola bilər. Amma daha dərində bir yer var. Sakit və həqiqi. Sən ora enmisən? İndi gözlərini bir anlıq yum. Təsəvvür et ki, içində bir dəniz var. Orada sevinç dalğası, qorxu dalğası, ümid dalğası, bir çox başqa dalğalar var. Bəzən onlar bir-birinə qarışa bilir. Amma daha dərində bir sakitlik yatır. Bəs sən öz dənizinin harasındasan? Səthində, yoxsa dərinliyində? Bu həftə dənizin sualına ən maraqlı, ən fərqli və düşündürücü cavab verən balaca filosofumuza bir hədiyyəmiz olacaq. Gələn görüşlərədək.